Quranda müqəddəslik anlayışı sadəcə və sadəcə Allaha məxsusdur. Bismillahirrahmanirrahim. Əziz izləyicilərə bir mühüm mövzunu çatdırmaq istəyirəm. Belə ki, Elşad Miri hər yerdə deyir ki, Allah Taala'dan başqa müqəddəs heç kəs yoxdur. Ola bilsin o bilərəkdən və yaxud bilməyərəkdən, yaxud ona diktə edilir, bu da bunu təkrarlayır, özü mahiyyətinə varmadan bu sözləri deyir hər yerdə. Lakin bu sözün pərdə arxası odur ki, İslam dinində, yəni ki, bizim dəyərlərimiz ki var, Kəbə olsun, Quran-Kərim olsun və s. bunlar da biz müqəddəs sayırıq əlbəttə ki. Ola bilsin Elşad Miri Allahdan başqa müqəddəs yoxdur deməklə İslamın bu mühüm dəyərlərini, məkanlarını, istər müqəddəs aylarımız var, məkanımız var, Quran-Kərimimiz var. Ola bilsin bunların müqəddəsliyini inkar edərək bir məqsəd daşıyır ki, mövzunu başqa yer gətirib çatdırsın. Hansı ki, dünyada da bu siyasət gedir ki, güya dinlər ləğv olsun, İslam dini və digər dinlər yalnız Allah Taala var deyək, Allah Taala var, insanlar yaradıb, boş-boşuna buraxıb, nə qanun, qayda qoymayıb, nə kitab göndərməyib, nə peyğəmbər göndərməyib. Bəzilərinin siyasəti bu gün bu dünyada budur. Lakin onu bildirmək istəyirəm ki, mən Elşad Miriyə əvvəllər dərs deyən vaxtlarında sözsüz ki, ona İslamı ərəb dili ilə yanaşı, İslamın bəzi məsələlərini anladırdım. O da başa düşürdü, anlayırdı, qəbul da eləyirdi. Və həmin anlarda mən ona bu mövzunu demək istəyirdim ki, sən əvvəllər efirlərdə, hələ 2011-ci illərdən qabaq hətta, efirlərdə də demişdi ki, Allahdan başqa müqəddəs yoxdur. Mən ona həmişə bildirmək istəyirdim ki, xeyr, bu söz səhvdir, amma unudurdum ona deməyə. Mən ona üzbəyüz bu mövzunu deməyi unudurdum deyə, yadıma düşmüşkən zəng elədim, dedim ki, qoy elə indi deyim və zəng elədim, dedim ki, Elşad, sən dəfələrlə olub ki, efirlərdə deyirsən ki, Allahdan başqa müqəddəs yoxdur. Lakin bu söz səhvdir. Çünki Uca Allah Quran-Kərimdə açıq-aydın müqəddəs torpaq deyir və yaxud da ki, müqəddəs vadi deyir və digər sözlər işlədir, müqəddəs Allah Taala bildirir Quran-Kərimdə, yəni Allahdan başqa müqəddəslər bildirir. Hətta sən də qəbul elədin və dedin ki, hə, doğru deyirsən və Allah Taala hətta Qüdsü də Meyraz məsələsini dedin ki, İsra edəndə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm oranı da mübarək adlandırır. Mən də sən dedim ki, orada mübarək yox, bərəkətli etdiyimiz deyir, amma söz ki, mənası bəli, ora gəlib çıxır. Sən də bunu anladın. Lakin mən səni həqiqətən də ondan sonra yenə də gördüm ki, sən yenə də bu sözü təkrarlayırsan, üzdə qəbul eləmiş kimi özü göstərdin. Lakin məqsədin var, nədir bilmirəm, yenə də hər yerdə dedin ki, Allahdan başqa müqəddəs yoxdur. Və həmin bu sözü sən bu günlərdə, bu illərdə, son zamanlarda daha çox təkrarlayırsan, sanki İslamın dəyərlərini aşağılayıb, dediyim kimi, bir Allah var, bir Allah müqəddəsdir demək istəyirsən. Ya bilirsən bunu, ya bilmirsən. Amma fakt bil ki, bu İslama, Quran-Kərimə ziddir və inşallah mən bu mövzumuzda bunlara bir-bir toxunacağam. Maraqlısı odur ki, sən özün də təsdiqləyirsən ki, müqəddəs sözünün mənası pak və təmizlənmiş deməkdir. Müqəddəs sözü dilimizdəki kimi, işlətdiyimiz kimi təmizlənmiş, paçlanmış mənalardan gəlir. Bu təmizlik, paçlıq gözlə görülən həmin o çirklərdən təmizlik deyil. Yəni mənəvi təmizlik mənasında. Həmçinin sən özün də təsdiqləyirsən ki, müqəddəs sözü xatadan uzaq deməkdir. Yəni müqəddəs olan ancaq Allah özünü təqdim edir. Çünki müqəddəs olan xətasızdır. Müqəddəs olan toxunulmazdır. Lakin qəribəsi odur ki, Uca Allah Quran-Kərimdə buyurur ki, "Zəlikəl kitabu la raybe fih." Bu elə bir kitabdır ki, onda heç bir şək, şübhə, yəni xəta yoxdur. Sən isə özün təsdiqləyirsən ki, müqəddəs xətadan uzaq deməkdir. Və Uca Allah da bildirir ki, Quran-Kərimdə Quranda xata yoxdur, yəni deməli müqəddəsdir. Amma hər yerdə car çəkirsən ki, müqəddəs, Quran-Kərim müqəddəs deyil, Kəbə müqəddəs deyil, müqəddəs yalnız Allahdır. Sən özün böyük ərəb dili və Quranın təfsirçisi olan Rağib Əl-İsfahanidən sitat gətirirsən. Elə indi də mən sənə həmin o alim olan Rağib Əl-İsfahanidən sitat gətirim ki, o bildirir ki, qaddəsə ət-təqdisu tathirəl ilahi. Yəni ki, ilahi paçlanma, təmizlənmə deməkdir, Qüds və yaxud da təqdis sözünün mənası. Həmçinin həmin səhifədə Rağib Əl-İsfahani deyir ki, Qüds, yəni pak və ya paçlanma deməkdir. Deyim ki, müqəddəs sözü xüsusən pak, təmiz, mübarək, möhtərəm, hörmətə layiq, ehtirama layiq, müəzzəm və s. mənaları verir və xüsusən də dinlə bağlı, ruhaniyyətlə bağlı olan şəxsə,
məkana və aya deyilir. Əl-Quddus, yəni müqəddəs, uca Allahın adlarından biridir və Allah Teala bu adı Quran-ı Kərimdə 2 yerdə özündən nisbət etmişdir və Əl-Quddus adlandırmışdır. Həmçinin uca Allah torpağı da müqəddəs adlandıraraq buyurur: "Yə qavm idxulul ardal muqaddəsətəlləti kətəbəllahu ləkum." Musa dedi: "Ey qövmüm, Allahın sizə müəyyən etdiyi müqəddəs torpağa daxil olun." Ərəb dilli alimi, təfsir alimi və tarix alimi olan məşhur Təbəri öz kitabında deyir ki, müqəddəs torpaq, yəni ki, pak və mübarək torpaq deməkdir. Elşad Miri isə deyir ki, Quran müqəddəs deyil, heç bir torpaq müqəddəs deyil, müqəddəs yalnız Allahdır. Həmçinin uca Allah Quran-ı Kərimdə vadini də müqəddəs adlandıraraq buyurur ki, "Fəxlə na'leykə innəkə bil vadil müqaddəsi tuva." Ey Musa, sən çarıqlarını çıxar, həqiqətən də sən müqəddəs Tuva vadisindəsən. Və digər ayədə də həmçinin uca Allah buyurur ki, "İznədəhu rabbuhu bil vadil müqaddəsi tuva." Onu Rəbbi müqəddəs Tuva vadisində çağırdığı zaman. Həmçinin bu ayənin mənasında da, ərəbcədən tərcüməsini də, mənasını da şərh eləyərək Təbəri deyir ki, müqəddəs vadi, yəni təmiz və mübarək vadi. Elşad Miri isə deyir ki, Allahdan başqa müqəddəs yoxdur. Qeyd etdiyim kimi, ərəb dili alimləri və qeyd etmədiyim nə qədər böyük ərəb dili alimləri var ki, hamısı qeyd edir ki, yeşdilliklə müqəddəs sözü təmiz, pak, mübarək, yəni bərəkətli deməkdir. Amma sən isə bütün bu ərəb dilinə, bütün bu İslam aləminə, bütün bu Quran ayələrinə əks çıxaraq deyirsən ki, niyə hansısa bir yer müqəddəs olmalıdır? Niyə mənim torpağım müqəddəs olmalı deyil? Niyə Tuva vadisi müqəddəs olmalıdır? Halbuki bu müqəddəsliyi Quran-ı Kərim özü torpağa vermişdir. Götürüb də ki, müqəddəs Tuva. Niyə müqəddəs? Bir yer niyə müqəddəs olmalıdır? Yəni bu günləri mənim özümün ölkəm başqasının ölkəsində niyə müqəddəs olmamalıdır? Yəni mənim öz işğalda olan torpaqlarım vaxtı ilə bu məndə müqəddəs olmayacaq, amma gedəcəm nə var Musa peyğəmbər burada olub deyə həmin yer müqəddəs mi olacaq? Niyə mənim ölkəm müqəddəs olmalı deyil? Niyə mənim torpağım müqəddəs olmalı deyil? Deyirsən, sonra da deyirsən ki, Allahdan başqa müqəddəs yoxdur. Bəzi yerlərdə də deyirsən ki, həriyə öz anası müqəddəsdir. Sizə görə sizin ananız müqəddəsdir, mənə görə mənim anam müqəddəsdir. Sizə görə sizin torpağınız müqəddəsdir, mənə görə mənim öz torpağım müqəddəsdir. Anlamıram, sən gah deyirsən Allahdan başqa müqəddəs yoxdur, gah özünə aid olan torpağı müqəddəs saymaq istəyirsən və yaxud da ananı müqəddəs saymaq istəyirsən, amma sonra da deyirsən ki, Allahdan başqa müqəddəs yoxdur. Ümumiyyətlə, Quranda müqəddəslik anlayışı sadəcə və sadəcə Allaha məxsusdur. Bu müqəddəslik barədə sən özün hələ də bir qərara gələ bilməmisən. Çünki iki tirəli sözlər işlədirsən, iki başlı sözlər işlədirsən. Ona görə də bir qərara gəl görək, müqəddəs məkan, yer, şəxs varmı Allahdan başqa? Gah deyirsən var, gah deyirsən yoxdur. Sonra da özün də deyirsən ki, mən Quran tərcümə edirəm, 10 illərdir bu sözü deyirsən, amma ki, mən yaxşı bilirəm ki, sən bu Quranı tərcümə edib başa çıxa bilmərsən. Çünki çox ziddiyyətlər orada baş verəcəkdir, özün də bunu yaxşı bilirsən. Sən deyirsən ki, Quranın heç bir yerində, heç bir ayəyə rast gələ bilmərsiniz ki, orada desin ki, Quran müqəddəsdir. Və mən də qeyd elədim ki, alimlərin sözü ilə bildirdim ki, müqəddəs sözünün mənası pak, təmiz, mübarək deməkdir. İndi isə oxuyacağım bu ayəni yaxşı dinlə. Uca Allah buyurur ki, وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Bu, nazil etdiyimiz mübarək bir kitabdır. Elə isə ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm edilsin. Uca Allah deyir ki, bu kitab mübarəkdir, müqəddəsdir. Elşad Miri isə deyir ki, Quran müqəddəs deyil. Həmin bu ayədə deyir ki, o kitaba tabe olun, yəni onun ayələrini təsdiqləyin. Elşad Miri isə inkar edərək deyir ki, Quran mübarək deyil, müqəddəs deyil. Uca Allah digər bir ayədə Quran-ı Kərimi mübarək, yəni müqəddəs adlandıraraq buyurur ki, وَهَذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ. Bu, nazil etdiyimiz mübarək bir zikirdir.
siz onu inkar mı edirsiniz? Hətta mən əziz izləyicilərə və haqqı qəbul edənlərə Quran-ı Kərimin öz ayəsi ilə göstərə bilərəm ki, müqəddəs sözünün mənası elə mübarək, yəni bərəkətli deməkdir. Uca Allah buyurur ki, Musa Peyğəmbərin dilindən Ya qavmi idxulul ardal muqaddəsətəlləti kətəballahu ləkum. Musa dedi, ey qövmüm, Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun. Deməli, həmin bu müqəddəs torpaq Şam ərazisi və Şam ətrafıdır. Hansı ki, Uca Allah digər ayədə buyurur ki, Subhanəl-ləzi əsra bi-abdihi leylən minəl məscidil haram iləl məscidil əqsal-ləzi bəraknə həvləhu. Məscid-ül Haramdan ətrafını mübarək etdiyimiz Məscid-ül Əqsaya aparan Allah və ayənin davamı var. Yəni, Uca Allah digər ayədə deyir ki, müqəddəs torpağa daxil olun və Uca Allah bu ayədə də bildirir ki, həmin o Məscid-ül Əqsa olan yer, Şam olan yerdir, hansı ki, ətrafını mübarək, bərəkətli etmişdir. Yəni, bir ayədə həmin yer müqəddəs dedi, digər ayədə isə həmin yerə mübarək, bərəkətli dedi. Bu da sübutdur ki, hətta Quran-ı Kərim özü belə müqəddəs sözünün mübarək, yəni bərəkətli olduğunu bildirir. Əlbəttə ki, Uca Allaha aid olan sifətlərlə biz bəşərin sifətləri arasında fərq vardır. Hətta müəyyən məsələlərdə müştərək olsaq da belə. Misal üçün, Uca Allah da eşidir, görür, danışır. Biz də həmçinin eşidirik, görürük, danışırıq. Lakin Uca Allahın eşitməsi, görməsi, danışması bizim eşitməmiz, görməyimiz və danışmamız kimi deyil. Əlbəttə ki, bu iki sifət arasında sonsuz olan fərq vardır. Həmçinin də müqəddəs sözü də budur ki, insanın hansısa məkanın müqəddəs olması və Uca Allahın müqəddəs olması ilə eyniləşmir, aralarında sonsuz fərq vardır. Hələlik bu qədər. Uca Allaha əmanət qalın. Uca Allah hər birimizi bu mübarək, bu müqəddəs Quran-ı Kərimə iman edib ən düzgün əməl edənlərdən etsin.